Утро утром, день днем, вечер вечером, ночь nочью. Nə deməkdir? Niyə fərqi nədədir? Birinci tərcüməyə fikir verin. Utro səhər, utram o da səhər. Din günorta, dnем o da günorta. Eyni tərcümə olunur. Və buna görə bəziləri çaşbaş qalır. Nə bilim hansında mən utro deməliyəm, hansında utram deməliyəm. Hansında вечер deyəcəm, hansında вечером deyəcəm. Sadəcə bir izahı var onun. Əgər sizin cümlədə söz, bu söz, səhər sözü nə sualına cavab verirsə, deməli siz утро, день, вечер, ночь istifadə edəcəksiniz. Yox, əgər sizin bu cümləniz когда, nə zaman sualına cavab verirsə, onda утром, днем, вечером, ночью bunlardan istifadə edəcəksiniz. Dediyim kimi, birində hərəkət var, o yoxdur. Что sualına cavab verir, birində hərəkət var, когда sualına cavab verir. Məsəl üçün, bizdə indi səhərdir. Nədir? Səhər. У нас сейчас утро. Biri də var ki, deyəsiniz ki, məsəl üçün, mən nə zaman səhər sənə zəng edəcəm. Ya utrом позвоню тебе. Ümid edirəm ki, aydın oldu. Əzizlərim, artıq 12 ilə yaxındır ki, rus dili tədris edirəm və şükürlər olsun ki, bu günə kimi öyrənə bilməyən şagird yoxdur. Kim ki, ilk dərsdən nəticə göstərir və bu çox motivasiya verir ona. Bəzi insanlar var ki, yaddaşı biraz zəifdir. Gec anlayır, gec dərk edir, bir neçə dərsə nəticə verir. Amma ümumiyyətlə nəticə verməyən şagirdlərim yoxdur. Bəli, bəli o şagird olur ki, bilirəm ki, yəni buna nə edirsən et, alınmayacaq. Onda özüm deyirəm ki, siz davam etməyin. Yəni mən niyə yalandan insanın pulunu çəkim ki? Mən sevmirəm, nifrət edirəm elə şeylər. Mən motivasiya görmək istəyirəm. Əgər görürəm ki, yox, bu şagirdə heç cürə alınmayacaq, onda deyirəm ki, lütfü növbəti aya keçməyin. Yox, həvəs varsa, nəsə edirsə öz tərəfindən də görürəm o marağı, nəticə milyon%. Amma imkanınız yoxdursa, ay müəllim yanına getməyə və yaxud vaxtınız çox azdır, yəni özünüz də tapa bilmirsiniz ki, hansı bir saatda seçim, çünki işiniz imkan vermir ona. Problem yoxdur, siz də öyrənə bilərsiniz. Necə? Sadəcə danışıq kitabımı əldə edirsiniz. Gün ərzində yarım saat vaxt ayırırsınız. Gələcəyiniz üçün o vaxtı ayırırsınız. Kim üçünsə yox, özünüz üçün, gələcəyiniz üçün vaxt ayırırsınız. Vaxt ayırırsınız yarım saat hər gün mütəmadi olaraq məşğul olursunuz və super nəticəni görürsünüz. 0-dan B2 səviyyəsinə kimi müəllimsiz kursa getmədən siz də nail ola bilərsiniz. Cəmi bir kitabın sayəsində. İstər fərdi dərsə, istər kitabı əldə etmək üçün WhatsApp nömrəsini yazmaq kifayət edir. Garantiya 100%.